Millət, valla mən bu Paşinyandır, bir də ərəbdir. Mən hələ başa çalmıram bunlardan. Bilmirsən, necə ki Paşinyan bilinmir, dostumuzdur yoxsa düşmanımızdır. Ərəb də onun kimi bilinmir, müsəlmanın dostudur yoxsa düşmanıdır. Ay ərəb, demək bütün dünyaya Quran-ı Kərim, estağfurullah, müqəddəs kitabımızdır, Peyğəmbərimizdən gəlmə kitabdır. Bütün dünyaya deyirsən ki, 13 yaşdan, yəni Qurana rəayət eləyin, 13 yaşdan başınızı bağlayın. Ay qızlar, ay müsəlman qızlar. Ay şərəfsiz, və o 15-16 yaşında qızları niyə o kafirin qabağına başlarını fırlada üzr istəyirəm hamıdan, elə bir striptiz şoudur. Bu da sənin müsəlmançığın. Ümumiyyətcə mənə çatmır da bu ərəb necə bir tayfadır. Mən heç inanmıram ki bu Peyğəmbərimizin, yəni Peyğəmbərimiz ərəb olub. Yəni mən buna şübhəm var. Çünki Peyğəmbərimiz, estağfurullah, Peyğəmbərimizin əhl-i beyti, Peyğəmbərimizin əcdadı, haşimilər, nəsli, bunlar, yəni inanmıram ki ərəb olub. Yəqin ərəblər sonradan yaranıb, o nəsə Peyğəmbərimizin əsli kökü, yəni başqa bir tayfa olub və yaxud da hansısa bir xalqdan olub. Yəni bu ərəbin bu dünyaya özünüz də görürsünüz də ki, hər bir şeydən faydalanıb, İslamdan faydalanıb, müsəlmançılıqdan faydalanıb, müsəlmançılığın xeyrini görən, onun qazancını tutan, nə bilim Məkkədən belə bu adam bu xalq istifadə edir. Nə bilim bütün hər bir şeydən, İslam tarixində xurmasını belə satır bütün dünyaya. Yəni İslamı o Ramazan ayında xeyir görən bu, amma digər vaxtlarda ziyan çəkən biz. Hər bir şey əziyyətini çəkən biz, xeyrin görən ərəb. Nə məsələdir bilmirəm. Hələ bir nəfər də barmağını yumub deyə bilməz ki, ərəb gəldi hansısa bir müsəlmanlara qarşı Peyğəmbərin şəklinin karikaturasını çıxartdılar, ərəb müdaxilə eləmədi. Peyğəmbər Quranımızı yandırdılar, ərəb müdaxilə eləmədi. Nə bilim, bu boyda müsəlmanlar qırılır, ərəbin heç belə vecinə də deyil. Bu ancaq biznes. Mən belə düşünürəm ki, ərəb sadəcə bu dünyada müsəlmanlardan istifadə edir. Bugünkü gündə bir şərəfsizi, bir Allahsızı gətirib qoyub qabağına qızlarını oynadır. Onun başını belə qonaqça. Yəqin Ərəbistanda birinci qızları lütləndirib ayıb olmasın, sallar qabağa qonağı qarşılayırlar da. Yəni bugünkü gün Pakistanda müharibə gedir. Əhl-i sünnə qardaşlar, ondan da qırağa, heç İslam qardaşı qırağa, biz dost qardaş ölkəyik Pakistanla. Dava gedir. Niyə gedib bir kömək eləmir? Niyə bir dəstək olmur? Belə şeylər mənə çatmır. Məkkənin maketini qoydu, üstündə Şakira çıxdı, oyun oynadı. Nə bilim, bu nə hoqqala çıxdı, qumar, göbək rəqsi, hər bir şey bütün dünyada təbliğ elədi Ərəbistan, amma özünə çatanda biz müsəlmanıq, əlhəmdülillah. Bu da müsəlmançılığın. Nəsə, yəni mən dediyim odur ki, yəni başda da dedim, bu da Paşinyan kimi bəlli deyil bu. Kimin dostudur, kimin düşmanıdır. O İmran Xanı da yazıq gəlib bunların əlini öpmədiyinə görə torbasını tikdilər, çıxartdılar, basırdılar içəri, xalq sağ olsun, Pakistan xalqı qoymadı. İmran Xan kimi kişi adam, yəni edam olunsun. Neysə, millət, yəni əlhəmdülillah, müsəlmanam. İndi namaz əhli olmasam da, yəni müsəlmanam, kəlmə-i şəhadətimi bilirəm, İslam yolunda da bacardığım qədər rəayət edirəm. Allah xalqımızı qorusun, Allah fərq eləmir, müsəlman, xristiyan. Allah ürəyində Allah sevgisi olan hər bir kəsi qorusun. Yəni, mənim dediyim budur. Başınızda ağrıtmayım. Allah sizləri, dövlətimizi, xalqımızı qorusun.